Azərbaycan mədəniyyətinə ağır itki üz verib, bəli. Tarın simlərinə musiqini eşidə bilirikmi? Bu toxunuşlar kimə tanışdı? Musiqi. Artıq o barmaqlar o simlərə toxunmayacaq. Amma o toxunuşdan yaranan ecazkar musiqi çay kimi çağlayaraq illər, əsrlər keçsə də ruhumuza toxunmağa davam edəcək. Bugün Azərbaycan çox böyük bir sənətkarını itirdi. Görkəmli tarzən xalq artisti Ramiz Quliyev 78 yaşında cismən aramızdan ayrıldı. Bu barədə oğlum əməkdar artist Əyyub Quliyev məlumat verib. Əyyub Quliyev atasının müalicə aldığı xəstəxanada səhər saatlarında vəfat etdiyini bildirib. Bir müddət əvvəl xalq artisti Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Ramiz Quliyev 1947-ci ildə Ağdam rayonunda anadan olub. İlk musiqi təhsilini Ağdamda alıb, sonra Dövlət Konservatoriyasında tarix və dirijorluq ixtisasları üzrə təhsil alıb. 1974-92-ci illərdə konservatoriyanın Xalq Çalğı Alətləri kafedrasında tar ixtisası üzrə müəllimlikdən professorluğa kimi yüksəlib. Ustad Tarzən 1990-2002-ci illərdə kafedraya rəhbərlik edib. Dünyanın çox sayda ölkəsində konsertlər verib, beynəlxalq festivallarda musiqi mədəniyyətimizi yüksək səviyyədə təmsil edib. Tar ifaçılığı sənətinə dair kitab və dərs vəsaitlərinin müəllifidir. Ustad Tarzənin musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən də daim yüksək qiymətləndirilib. O, əməkdar artist, xalq artisti fəxri adlarına, şöhrət və şərəf ordenlərinə, eləcə də dövlət mükafatına layiq görülüb. Sənətkar 2004-cü ildən prezidentin fərdi təqaüdçüsü idi.